Axşamınız xeyir olsun, hörmətli tamaşaçılar. Xəzər xəbərin əsas buraxılışı ilə qarşınızdayıq. Studiyada Arzu Xəliyevovadır. Bugün Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində əhəmiyyətli bir gündür. Iğdır-Naxçıvan qaz xəttinin açılışı qeyd edilir. Bunu Prezident İlham Əliyev Iğdır-Naxçıvan qaz kəmərinin video bağlantı formatında açılışında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, Naxçıvanda Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla birlikdə bir il yarım bundan əvvəl biz bu qaz xəttinin təməlini qoyduq və artıq bu gözəl tədbirdə iştirak edirik. Ankara'da İğdır-Naxçıvan qaz kəmərinin video bağlantı formatında açılış mərasimi keçirilib. Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğan tədbirdə iştirak ediblər. Prezident İlham Əliyev bildirib ki, bugün Türkiyə ilə Azərbaycan iki qardaş ölkə nəhəng layihələr həyata keçirirlər. Bugün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən Naxçıvana ötürülərək artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaq. Bugün Türkiye ve Azerbaycan iki kardeş ülke dev projeleri gerçekleştirir. Bakı, Tbilisi, Ceyhan, Bakı, Tbilisi, Erzurum, TANAP kimi petrol, gaz, boru hatları projeleri nəinki ülkelerimizi birleştirdi, aynı zamanda Avrasya'nın enerji haritasını değiştirdi. Bugün Azerbaycan'dan Türkiye üzerinden giden gaz birçok ülkelerin enerji güvenliğini təmin edir. Rəcəb Tayyip Ərdoğan Prezident İlham Əliyevin və Azərbaycan xalqının Ramazan ayını təbrik edib. Ölkələrimiz arasında münasibətlər sürətlə inkişaf edir. Bu sırada enerji sektoru başda yer alır. Bəzilərinin xəyal kimi gördüyü Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Erzurum qaz kəməri kimi layihələr həyata keçirilib. TANAP və TAP-la Azərbaycan qazı Avropaya çatdırılır. İndi açılışını həyata keçirdiyimiz layihə Naxçıvanla Tale birliyimizin növbəti nümunəsi olacaq. Bu kəmər Naxçıvanın qaz ehtiyaclarını 30 il qarşılayacaq. Bu layihəni qardaşımla birlikdə ölkələrimizə qazandırmış oluruq deyə Türkiyə Prezidenti qeyd edib. O bildirib ki, bu layihənin Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirəcəyinə inanıram. Bununla bağlı əziyyət çəkən hər kəsə təşəkkür edirəm. Qardaşım İlham Əliyevə ziyarəti üçün öz adımdan, ailəm adından və xalqım adından təşəkkür edirəm deyə Rəcəb Tayyip Ərdoğan vurğulayıb. Birazdan açılışını yapacağımız Iğdır-Naxçıvan doğalgaz boru hattı enerji alanında daha evvelki stratejik girişimlerimizi tamamlayacaktır. Ayrıca Naxçıvan'la kader birliğimizin adeta nişanesi olacaktır. Iğdır-Naxçıvan qaz boru xəttinin fəaliyyətə başlaması ilə Naxçıvanın stabil və bir mənbədən qaz tədarükü həyata keçiriləcək. Qeyd etmək istəyirəm ki, bu boru xəttinin gündəlik ötürmə gücü 2 milyon kub metrdir ki, bu Naxçıvanın qaza olan tələbatını tam ödəyir. Bununla yanaşı bölgənin gələcək inkişaf perspektivləri də nəzərə alınmaqla bu gücün 5 milyon kub metrə çatdırılması planlanır. Sədərək qaz paylayıcı stansiyası isə revers tiplidir. Bu isə onu deməyə əsas verir ki, Naxçıvan qaz idxalı ilə yanaşı gələcəkdə qaz ixracını da həyata keçirə biləcək. Açılışdan sonra isə Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla təkbətək görüşü olub. Elmin Bayramlı, Yusif Kərimli, Xəzər xəbər. Prezident İlham Əliyev 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib. Dövlət başçısı bildirib ki, Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı olub, daim ülvi amallarla yaşayıblar. Çox əsrlik mədəni-mənəvi sərvətlərimizin günümüzə də layiqincə qorunub saxlanılmasında nəcib və gözəl analarımızın misilsiz xidməti var. Onlar öz güclü iradələri, vətənpərvərlikləri və fədakarlıqları ilə yurdumuzun mübarizə salnaməsində silinməz izlər qoyublar. Müqəddəs ailə dəyərlərimizə dərin sədaqət nümayiş etdirən qadınlarımız ölkəmizin ictimai həyatında böyük nüfuza malikdirlər. Əminəm ki, onlar gənc nəslin vətənə və milli ideallara bağlılıq ruhunda yetişməsi üçün bundan sonra da qüvvələrini əsirgəməyəcək, həmçinin ictimai mənəvi mühitimizi yeni töhfələrlə zənginləşdirəcəklər. Xəzər xəbəri izləyirsiniz.
Ermənistan Silahlı Qüvvələri Azərbaycan ordusunun mövqelərini atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, martın 4-ü saat 22:05 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Gorus rayonunun Xanazaq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub. Səhər saatlarında Bakıda neft emalı zavodunda güclü yanğın baş verib. Dərhal əraziyə xeyli sayda yanğın söndürən avtomobil və canlı qüvvə cəlb edilib. Vaxtında görülən tədbirlərlə yanğın qısa zamanda lokallaşdırılıb. Əraziyə Baş nazir, Fövqəladə Hallar naziri və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı da gedərək baxış keçiriblər. Ətrafı bürüyən qatı tüstü neft emalı zavodunda baş vermiş yanğındandı. Səhər saatlarında Bakıda, Nizami rayonunda yerləşən neft emalı zavodunun ərazisində yanğın baş verməsi barədə yanğın söndürənlərə məlumat daxil olub. Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Artıq bir neçə dəqiqədir ki, paytaxtın Nizami rayonunda yerləşən neft emalı zavodunda güclü yanğın baş verib. Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları əraziyə cəlb olunub. Zavoddan təxliyə edilən işçilərin sözlərinə görə yanğın zavodun benzin istehsal olunan qurğusunda başlayıb. Hal-hazırda da yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Ərazidə təhlükəsizliyin təmin edilməsi üçün yanğın yerinə polis əməkdaşları da cəlb olunub. Ərazi mühafizəyə götürülməklə bütün zəruri təhlükəsizlik tədbirləri görülüb. Yanğın geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb. Təbibdən verilən məlumata görə, Respublika Təcili və Təxirə Salınmaz Tibbi Yardım Mərkəzinə yanğınla bağlı daxil olan kimi 3 təcili tibbi yardım briqadası əraziyə cəlb olunub. Xəsarətlə bağlı heç bir məlumat yoxdur. Bu arada Baş naziri Əli Əsədov da neft emalı zavodunda yanğın baş vermiş əraziyə gedib. O əraziyə baxış keçirib, yanğının söndürülməsi prosesini müşahidə edib. Eyni zamanda Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da yanğın baş verən ərazidə olublar. Baş naziri Əli Əsədov yanğın baş vermiş neft emalı zavodunda Fövqəladə Hallar naziri, nazirliyin aidiyyəti strukturlarının rəhbərləri, SOCAR-ın prezidenti və başqa rəhbər şəxslərin iştirakı ilə əməliyyat müşavirəsi keçirib. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və başqa məsul şəxslər yanğının səbəblərinin araşdırılması və dəymiş ziyanın hesablanmasına dair məruzə ediblər. Baş nazir səbəblərin araşdırılması və belə halların qarşısının alınması istiqamətində qəti tədbirlərin görülməsi haqqında tapşırıq verib. Nərmin Məmmədhəsənli, Yusif Kərimli, Vüsal Cəfərov, Xəzər xəbər. Göygöl rayonunda evdən 4 nəfərin meyidi tapılıb. Hadisə rayonun Aşıqlı kəndində günlük kirayə verilən evlərdən birində baş verib. Meyidi aşkarlanan şəxslər əslən Kəlbəcər rayonundan olan keçmiş məcburi köçkünlərdir. Yaxınları hadisənin təfərrüatlarını açıqlayıblar, odur ki, izləyək. Göygöldə istirahətə getmişdilər. Qaldıqları evdən meyitləri aşkarlandı. 26 yaşlı Səbinə Hüseynli, 27 yaşlı Münəvvər Hüseynova, 21 yaşlı Xatirə Hüseynova və 35 yaşlı Seymur Müseyibovdan xəbər ala bilməyən yaxınları onların qaldıqları evə getdikdə dəhşətli mənzərə ilə qarşılaşıblar. Hadisə Göygöl rayonunun Aşıqlı kəndində arxada gördüyünüz gündəlik kirayə verilən evdə qeydə alıb. İlkin məlumata görə meyitləri aşkar olunan şəxslər əslən Kəlbəcər rayonundandır və Gəncədə məskunlaşıblar. Onlardan üçünün bacı qardaş, birinin isə həmin şəxslərlə qohum olduğu bildirilir. Yaxınlarının sözlərinə görə gənclər ot çərşənbəsi ilə əlaqədar istirahət üçün gəzintiyə gediblər. Daha sonra isə bu hadisə baş verib. Axşam onlar gediblər istirahət zonasına, deyirlər orada kətə yeməyə. Orada da qalıblar. İndi səbəbi müəyyən olunmayıb düşərə. Ekspertiza gedir. Nədən öldükləri? Qidadan mı ölüblər, yoxsa qazdan mı? Hə. Biri qonşudur, üçü bacı qardaşdır. Oğlan Seymur lap böyükləridir. Qızın biri müəllimə idi, Şəmkirdə dərs deyirdi. Digər varısı universitet tələbəsi idi, Gəncə dövlətdə oxuyurdu. Yaxşı, çox yaxşı ailə idilər, mehriban ailə idi. Bəli, Gülüstan qəsəbəsində, Gəncə şəhərində. Onlar istirahətə gediblər.
Dünən ilaxı nədir çərçənmə olubdu. Yəqin ki, çərçənmə ilə əlaqəli gediblər. İstirahət zonalarının birində kətə yeməyə gedib qardaş bacı. Hadisə belə olubdur. İlkin ehtimal olaraq onların dəm qazından öldükləri bildirilsə də, hansı səbəbdən həyatlarını itirilmələri hələ ki dəqiq məlum deyil. Ölən şəxslərin meyitləri istintaq araşdırmaları üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göygöl rayon şöbəsinə təhvil verilib. Hadisə ilə bağlı Göygöl rayon prokurorluğunda araşdırmalara başlanıb. Rasim Əziz, Fərrux Qafarov, Kənan Qafar, Xəzər xəbər. Bir neçə gündür ki, doğma anası tərəfindən şiddətə məruz qalan 3 yaşlı qızcığazdan danışır hər kəs. Mələkdən. Anası onu döydüyünü deyir, təhqir edir. Ən dəhşətlisi isə budur ki, doğma övladına verdiyi işgəncəni sosial şəbəkələr üzərində nümayiş etdirir. Hüquq mühafizə orqanlarının köməyi ilə işgəncəyə məruz qalan azyaşlı tapılıb elə anası da. İndi Mələk Azərbaycan Uşaqlar Birliyinin sığınacağındadır. Sən demə, Mələyə sahib çıxan, öz övladlarından belə seçməyən, ona lap körpəlikdən sevgi verən, qəyyumluq edən ailə var. Xəzər xəbər Nəsirovlar ailəsinin qonaq olub. Buna dərd versin. Karvalı içməkdə mənim ürəyim ağrıyır. Döyür, təhqir edir, işgəncə verir. Bu azmış kimi videoya çəkib TikTok sosial şəbəkəsində paylaşır. Düz 3 gündür hamı bu körpədən danışır. Doğma anası tərəfindən işgəncə görən Mələkdən. Şunurla mal balası kimi çırpmışam. Sosial şəbəkələrdə yayılan bu video görüntüdən sonra aidiyyatı qurumlar, hüquq mühafizə orqanlarının köməkliyi ilə azyaşlı tapılıb və Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib. Məlum olub ki, Mələk 3 yaş 8 aylıqdır. 1 yaş 4 aylığındansa Cəmilə Nəsirova adlı qadın ailəsi ilə birgə körpə qızcığaza qəyyumluq edir. Cəmilə xanım deyir ki, gözəllik salonlarının birində çalışan ustadan eşidir ki, gənc ana övladına baxmaq üçün ailə axtarır. O, uşağın şəklini görür və razılaşır. 1 yaş 4 aylıq olanda uşağı sizə gətirdi. Özü təhvil verdi, könüllü. Könüllü, bəli. Bəs ödəniş elədi mi bundan? Yox, hələ bil ki 3 gündən bir, 2 gündən bir 20 manat atırdı. Uşaq da paltarsız gəlib bizə. Ancaq onun biz paltarını almışıq. Təhvil verdiyi məbləğ 150-200 manat olardı. 200 manat olmaz. Bundan sonra sizə ödəniş etməyir. 4 ayda bir ki saxladı. Noyabr ayında gətirdi, martın içkisi apardı, dedi bu gün gətirəm, 4 ayda pul vermirdi, hələ bildi pul istəyəcək. Götürdü, apardı uşağı, gətirmədi. Sonra 2-3 ay gətirmədi, sonra yalvardım, yaxardım, qala bilmir uşaqdan sonra, onun paltarıya dalmışdım. Ancaq qucaqlayıb, ağlayırdım, uşaqlarım da mənə qoşulub. Balaca qızım onu Instagramdan tapdı. Dedi ki, anam yol boyu evdə bütün gün uşaqdan sonra ağlayır. Fatimə, sənin pulun parol lazımdır, uşağı gətir. Qadın deyir ki, Fatimə Ramazanova yenidən öz övladının Nəsirovlar ailəsinə təhvil verir və ailəyə qəyyumluq verəcəyini vəd edir. Yoldaşım ilə özümüzü çox öyrəşmişdi. Uşağı təzədən yalvar yaxarına, xahiş minnətlə gətirdim. Dedim, amma bu şərtlə qəyyumluq ver. Dedi, Cəmilə xala, metrikanı ala, gəlib qəyyumluq verəcəm. Özüm də arada gəlib sizdə qalacam. Sonra yalvardım, yaxardım ki, pul, para, heç nə istəmirəm də, gətir o uşağı ver mənə qəyyumluq ver, uşağı bağçaya qoyum. Cəmilə Nəsirova bildirir ki, Fatimə Ramazanova ailəyə yalandan vəd verir. Amma qəyyumluq yox. 2024-cü ilin dekabrındansa yenidən uşağı ailədən alır. Bu dəfə isə işgəncə verir. Bu həftənin bazar günü, axşam zəng elədi qızıma, mikrofona qoşub, uşağı remenlə döyür. Qışqırtısı götür aləmi. Mən də yalvarıram, yaxaram, uşağı gətir, yerini deyəcələ götürək uşağı. Uşaq bizi istəyir, nə işgəncə deyir, siz istədiyinə görə bu deyə atdım çölə. Yığdı sığınacağa. Sığınacaq, Çamalı xanıma sığınacağa yığdım, yalvardım, yaxardım. Videoları, onun atdığı bizə səsi, uşağın bərbədənin göy şəkillərini atmışdım. Mən də Çamalı xanıma atdım. Uşağı da tapdılar, anasını da tapdılar. Talihsiz uşaqdır. Mənim onu saxlamaya imkanım var. Ailəm çox istəyir, uşaqlarım çox istəyir. İndi Nəsirovlar ailəsi balaca Mələyin yolunu səbirsizliklə gözləyir. Qoxusu da, otağı da, yatağı da bu evdədir, deyir Cəmilə xanım. Sevinç Vaqif qızı, Cabbar Qaryağdıoğlu, Xəzər xəbər. Sumqayıtda iki qonşu qadınlar arasında başlayan mübahisə qanla bitib, qadınlardan biri digərini bıçaqlayıb. Məsələ ilə bağlı hazırda polis orqanında araşdırma aparılır. Qonşu qadınların mübahisəsində qan tökülüb. Sumqayıtda 59 yaşlı qadın bıçaqlanıb.
Məlum bıçaqlanma hadisəsi Betonzavad adlanan ərazidə baş verib. Belə ki, iki qonşu arasında düşən mübahisə qanlı sonluqla nəticələnib. Qadınlardan biri mətbəx bıçağı ilə digərinə xəsarət yetirməkdə şübhəli bilinir. Məlumata görə 35 yaşlı Çinarə Nəbiyeva aralarında baş vermiş münaqişə zəminində qonşusu 59 yaşlı Xırda Məmmədovaya bıçaqla xəsarət yetirib. Qadın bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Sumqayıt Tibb Mərkəzinin təcili tibbi yardım xəstəxanasına 1966-cı il təvəllüdlü qadın cinsli şəxs hospitalizasiya olunub. Qarnın beldən aşağı hissəsini və çanağın açıq yarası diaqnozu təyin edilən şəxsə təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xəbərə bildirilib ki, Sumqayıt şəhəri ərazisində 59 yaşlı qadına kəsici alətlə xəsarət yetirilməsi və xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Məsələ ilə bağlı hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır. Nizami Rəsulov, Əli Cəfərov, Xəzər xəbər. İndi bir məktəb haqqında danışacağıq, hansı ki orada hər dərsin öz qiyməti var. Çox dərs keçmək istəyən müəllimdən direktor daha çox pul alır. İddialara görə 301 nömrəli məktəbin direktoru heç işə də gəlmir. Bakı Şəhər Təhsil İdarəsindən isə Xəzər xəbərə bildirilib ki, şikayətlərlə bağlı sözgedən məktəbdə yenidən xidməti araşdırma aparılır. Hündüşka baş, müəllimləri valideynlərin yanında təhqir eləyir. Rüşvətlə dərs alırıq. Onlayn deyirlər ki, idarə eləyir. Dərslər pulla satılır. Direktor isə onlayn məktəb idarə edir. Paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri belə bir iddia ilə çıxış ediblər. Məktəbin müəllim kollektivi ilə direktor Sevda Sarıyeva arasında yaşanan problemlər illərdir ki, bitmir. Rüşvətlə dərs alırıq, bir sözlə. Yəni, saat pulla satılır müəllim. Neçə satılır? Vallahi, baxır, müxtəlif qiymətlər verən var da, 200 verən var, 500 verən var. Nə qədər pul verirsiniz, nə qədər dərs alırsınız? Baxır da 300, hələ mən məsələn 300 verəndə mənə demiş ki, azdır. Nə qədər dərsə vermişdiniz 300 manat? 22 saat idi, 23 saat idi. 300 manat dərsə vermişdim. Təzədən mənə bir də xəbər elədi, 250 manat da bir verdim. Ondan sonra biraz dərsim 22-24 saata çatdı. Müəllimlərin sözlərinə görə onlar direktor tərəfindən təhqir, hətta təhdid edilir. Bizə deyir ki, dərs dilənçiləri. Oturublar qapımda dərs dilənirlər. Müəllimə, dilənçimi, sonra nə bilim, hündüşka baş, artıq sözlər deyir də, müəllimləri valideynlərin yanında təhqir eləyir. Mən bu 5 yaşlılara görə bu məktəbin tələb elədim, mənlə hədələdi ki, sənin uşaqlarımı gəlib gecə evindən götürəcəklər. Sevda Sarıyeva bu məktəbə gələndən ara seçkilik, təhqir eləmək, qarğış eləmək mənə töhmət elan olunub. Və bu töhmətdən mən xəbərsiz olmuşam. Hardasa fevral ayında verilən töhmətdən mən aprel ayında xəbər tutmuşam. Müəllimlərin iddialarına görə direktor tərəfindən məktəbin bir korpusu da bağlanıb. Səbəb kimi binanın qəzalı vəziyyətdə olduğu bildirilib. Amma həmin binada hazırda sakinlər yaşayır. Binamız haqqında heç bir rəy verilmədiyi halda qəzalı adı ilə orada tədris dayandırılıb və tək bir korpusda bütün məktəb yerləşdirilib. Bu da sıxlığa səbəb olur. Sıxlıq da bilirsiniz ki, təhsilin keyfiyyətinə birbaşa təsir eləyir. Burada hətta qaçqın ailəsi də olur, yəni içəridə kitabxana da fəaliyyət göstərir. Biz istəyərdik ki, yəni məktəbin ibtidai sinifləri yenidən orada fəaliyyətə başlasınlar. Orada cəmi 2 sinifdə çat var. Qalan bütün siniflər normal iş şəraitinə qabil siniflərdir. Müəllimlər üzləşdikləri problemlə bağlı müxtəlif dövlət qurumlarına müraciət ediblər. Səslənən iddiaları araşdırmaq üçün biz də üz tutduq sözügedən məktəbə. Hal-hazırda dayandığımız bu qapı Binəqədi rayonu 301 nömrəli tam orta məktəbdir. Məktəbin müəllim heyəti, məktəbin rəhbər heyətindən şikayətçi olsa da biz də içəri keçmək istəyirik. Ancaq nədənsə nə rəhbər heyətdən kimsə bizi qarşılamır və gördüyünüz kimi biraz qonaqpərvər deyilik. Nə bizi içəri buraxırlar, nə də özləri qarşımıza çıxırlar. Biz də qapıda dayanan işçilərlə həmsöhbət olduq. Bizə bildirdilər ki, direktor işə çıxmır. Bu boyda məktəbdə bir dənə hadisə olsa kim cavab deyir daşıyacaq? Yoxdur da. Heç kəs yoxdur burada. Heç kəs yox, amma əvəz edici gedir icrasa. Bir nəfər əvəz edici var burada. Deyir ki, mən kameraya düşmək istəmirəm. Bugündən də direktor əvəzini azad eləyəcəm özümü. Mən də bacarmıram. Deyilən iddialarla bağlı direktor Sevda Sarıyeva ilə telefon əlaqəsi saxladıq. Hazırda səhhəti ilə bağlı məktəbə gələ bilmədiyini deyən xanım direktor iddialara belə cavab verdi. Sevda xanım, siz məktəbdəsiz, niyə yoxsuz indi?
Mən indi əməliyyat olunmuşam, mənim integritim də idarədədir. Bəs bu rüşvət məsələsinə münasibətiniz nədir? Siz inanırsınız, o Zəngilan məcburi köçkünlərlə az təminatlı ailələr olan bir yerdir. Sizcə orada necə rüşvətdən söhbət gedir? Müəyyən səbəblər var ki, bunu idarə edir və deyirlər ki, Sevda xanım, yerimizi dəyişəcək, narahat olmayın. Bu korpus niyə bağlanır? Bəs bu korpus əgər qəzalı vəziyyətdədirsə, bu korpusda niyə yaşayış var? Fövqəladə Hallar Nazirliyindən gəliblər, baxıblar, Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən Xəzər xəbərə bildirildi ki, 301 nömrəli tam orta məktəbin bir qrup müəllimi tərəfindən məktəbin direktoru barəsində bir müddət əvvəl ünvanlanmış müraciətlə bağlı Təhsil İdarəsi tərəfindən yenidən xidməti araşdırma aparılır. Ruzana Kərimli, Cəfər Qasımov, Xəzər xəbər. Bakıda sıxlıq yaranan daha bir yolda hərəkətin təşkilində dəyişiklik edilir. Odur ki, əziz sürücülər, bu xəbəri diqqətlə izləyin ki, hər gün dəfələrlə keçdiyiniz həmin yolda cərimə olunmayasınız. Bugündən paytaxtın Üzeyir Hacıbəyli küçəsində yol hərəkətində dəyişiklik edilib. Söhbət Köhnə Cavanşir körpüsü kimi tanınan ərazidən gedir. Bakı Şəhər Dövlət Yol Polis İdarəsi və Yerüstü Nəqliyyat Agentliyi əməkdaşları həmin ərazidə təhlillər aparıb, sıxlığın qarşısını almaq məqsədi ilə dəyişikliyin edilməsi ilə bağlı qərar veriblər. Yusif Səfərov küçəsi ilə Üzeyir Hacıbəyli küçəsi istiqamətində hərəkət edən sürücülər yardımçı yola daxil olduqda yalnız düzünə hərəkət edə biləcəklər. Bunun üçün hətta əmredici nişan da qoyulub. Əgər qaydalara əməl etməyib, sürücülər sola dönüb şəhər mərkəzinə doğru hərəkət edərlərsə, həmin sürücülər barəsində inzibati qaydada cərimə tətbiq ediləcək. Bundan sonra həmin yolda hərəkət edən sürücülər düzünə, Nizami küçəsinə yönələcəklər. Bəs sözü gedən ərazidə yaşayanlar necə? Ərazidə yerləşən yeraltı parkinqlərdən çıxan nəqliyyat vasitələrinin isə Üzeyir Hacıbəyli küçəsinə, yəni mərkəzə doğru hərəkətinə icazə verilir. Artıq ərazidə müvafiq nişanlar quraşdırılıb və əsas məqsədimiz hansı ki, Üzeyir Hacıbəyli küçəsində yarana biləcək sıxlığların qarşısının alınması və ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etməkdən ibarətdir. Bütün bunları nəzərə alaraq sürücülərdən xahişimiz, eyni zamanda tələbimiz ondan ibarətdir ki, qaydalara ciddi şəkildə riayət etsinlər, ümumilikdə ərazidə sıxlığın yaranmasına səbəb olmasınlar. Qeyd edək ki, qaydalara əməl etməyən sürücülər ərazidə xidmət aparan yol polis əməkdaşları və yaxud da xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə nişanın tələbini pozma maddəsi ilə 40 manat məbləğində cərimə ediləcəklər. Ramal Abdullayev, Aydın Bayramov, Xəzər xəbər. Cəmi 4 ay əvvəl istifadəyə verilən 28 may nəqliyyat mübadilə mərkəzində yolun müxtəlif hissəsində asfalt örtüyü çöküb. Bu isə ərazidən gündəlik olaraq keçən 16 müntəzəm marşrut üzrə 259 avtobusa problem yaradır. 28 may nəqliyyat mübadilə mərkəzində yeni çəkilən yolun müxtəlif hissələri çöküb. Hazırda 28 may metro stansiyası yaxınlığındakı Dəmir Yolu Vağzalı meydanındayıq. Burada sadəcə avtobusların hərəkəti üçün nəzərdə tutulan yolun asfalt örtüyündə bir neçə yerdə çökmə yaşanıb. Gördüyünüz kimi və qeyd etmək istəyirəm ki, bu da avtobusların hərəkətində müəyyən problemlər yaradır. Üstəlik bu yol cəmi 4 ay əvvəl noyabr ayında təmir və yenidən qurulmadan sonra istifadəyə verilmişdi. Eyni vəziyyət yolun 3 yerində müşahidə edilir və belə görünür ki, yeni çəkilən yol heç də dözümlü deyil. Hər gün bu ərazidən minlərlə insanı işə və evinə daşıyan avtobus sürücüləri yolda yaranan çökmənin nəqliyyatın rahat hərəkətinə maneə yaratdığını deyirlər. Problem odur ki, avtobusların getməyi, gəlməyinə biraz mənfi təsir edir, səs eləyir, nə bilim, nasazlıqlar əmələ gəlir. Həm də bu yollar biraz enləsələr daha yaxşı olar. Bizim avtobuslarımız giriş-gəliş vaxtı çaspikdə bir-birinə sürtünür, güzgü sınır, ayna sınır. Mən istəyərdim ki, əlaqədar təşkilatlar biraz yolu enlərdilər ki, biraz sürücülər rahat sürə bilsin. Yerindən çıxanda maşın uzun maşındır. Yolu tam döndərsəm oranın quyruğu ilə vurmuş olaram. O qar yağandan sonra olar, baş verib bunlar, bəli. Təbii ki, maneədir. Avtobuslar düşür, cəmaət narahat olur, mexanikası xarab olur. Əlbəttə ki, yaxşı deyil. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirildi ki, ərazi onlar tərəfindən təmir olunmayıb. Amma qurumun mütəxəssisləri problemin aradan qaldırılması üçün əraziyə baxış keçiriblər. Şəbnəm Qurbansoy, Samir Qasımov, Xəzər xəbər.
Bakı-Sumqayıt yolu ilə paytaxtın Moskva prospektini birləşdirən tunel sürücülər üçün təhlükə yaradır. Sürücülər buradan keçərkən maşınlarının üzərinə daş və çınqıl töküldüyünü bildirirlər. Alternativ yol imkanlarının azlığı səbəbindən sürücülər məhz bu tuneldən istifadə edirlər. Rəsmi qurumlar isə hazırda ərazidə təhlükə olmadığını bildirir. Ətraflı isə növbəti xəbərimizdir. Hərəkətin intensiv olduğu tuneldə təhlükəli vəziyyət yaranıb. Bakı-Sumqayıt yolu ilə paytaxtın Moskva prospektini birləşdirən tuneldə illərdir yuxarıdan axan suyun təsiri nəticəsində sütun aşınıb, tavanın bəzi yerləri qopub. 20 yanvar dairəsindən üzü Sumqayıt istiqamətinə hərəkət edən sürücülər Şamaxinka adlanan ərazidə olan bu tuneldə təhlükəli vəziyyət ilə üzləşiblər. Belə ki, tunelin üst hissəsində olan üzlük daşlarının qopub tökülməsi burada hər an hansısa ağır hadisənin yaşanmasına səbəb ola bilər. Sürücülər deyirlər ki, yaranmış təhlükə tezliklə aradan qaldırılmalıdır. Daşlar tökülür, təmir olunmalıdır əslində. Amma indi necə deyim, yəni yol davamlı istifadə olunur deyə, alternativ yol da azdır deyə məcburamı bu yoldan gedir də. Buna bir əncam qılsalar yaxşı olar. Allah münasibətimiz pis. Adiyyəti qurumlar baxsın da ona. Niyə baxmırlar? Bəli, niyə qəza? Hər bir vaxtda qəza ola bilər. Daşdır, çınqıldır, tökülür maşınların üstünə. Yəni belə bir də göz su axır. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, hazırda ərazidə hər hansı bir təhlükəli vəziyyət yoxdur. Belə ki, tuneldə üzlük daşlarının bir hissəsi qopub, yerinə bərpa olunacaq. Fidan Əsədli, Üzeyir Ağayev, Xəzər Xəbər. Axşam böyük tonqal qalıyıb, ağırlığı, morğuluğu modda yansın deyib tonqaldan tullanıblar. Həmin tonqal isə tək ağırlığı yox, səhər saatlarında bir avtomobili də yandırıb. Belə ki, Nəsimi rayonunda baş verən hadisədə tonqalın qalıqları sürücüyə 15.000 manat ziyan vurub. Anban görüntülər və təfərrüatlar sıradakı sujetimizdə. Bakıda tonqal qalıqları avtomobilin yanmasına səbəb olub. Hadisə səhər saatlarında Tibb Universitetinin tədris terapevtik klinikasının qarşısında baş verib. Elə bir də buradaydı zibil və buradan da alışıb, görürsünüz, mən görüntüdə də var. Mən zibili gördüm, dedim yağın gələcəklə yığışdırmağa. Nə tüstü, nə köz, heç nə yox idi, zibil idi. Hadisə paytaxtın Nəsimi rayonu Mərdanov qardaşları 131 ünvanında baş verib. Belə ki, axşam saatlarında tonqal qalanı bu ərazidə və qalıqlarının burada qalması səbəbilə də Kia Soul markalı bu avtomobilin ön hissəsi yararsız hala düşüb. Tədris terapevtik klinikasının həkimi Azadə Ələkbərova deyir ki, səhər saat 8 radələrində avtomobili klinikanın qarşısında saxladıqdan cəmi bir neçə dəqiqə sonra maşında yanğın başlayıb. O bildirir ki, hadisə nəticəsində avtomobilə 15.000 manata yaxın ziyan dəyib. Demə yandırıblar, zibildi, yığışdırıblar, altında da köz qalıb. Mən nə bilim, ona görə maşını dala verdim ki, bəlkə gələcək zibili yığışdırmağa mane olmasın maşın. Heç ağlıma gəlməzdi ki, altda onun köz ola bilər. Mən girdim binaya, girməyimlə xəbər verdilər ki, maşın alışdı, yandı. Arxa partpresi özümüz qırmışıq, əlimiz bütün əlimi kəsik-kəsikdi. Götürdük oradan pajarlı balonları, bizim 2 pajarlı balon, mənim öz maşımın, 2 dənə klinika özü verdi, bir daha başqa maşın verdi, 5 balonla biz onu söndürə bilmədik. Yaxşı çatdırdı fövqəladə, yoxsa benzin bakın nasosuna çatsaydı maşın bütün partlayıcıydı, hər yerə ziyan vurulacaqdı. JEK necə icazə verir ki, bu dar küçədə bu tonqal qalansın. Burada kotelni var, xəstəxananın kotelnisi qazla işləyir. Generatorlar var, xəstəxananın generatorları. Dar küçədir, maşınlar hərəkət eləyir, dar binalardır, balaca. Burada hansı ağılla, ümumiyyətcə insanlar tonqal yandırırlar? Ətrafdakı müşahidə kameralarından əldə etdiyimiz görüntülərdən də aydın olur ki, həmin ərazidə ötən axşam ot çərşənbəsinə görə tonqal qalanıb. Səhərə qədər sönməyən qalıqlar ərazidə çalışan mənzil kommunal istismar sahəsinin işçiləri tərəfindən təmizlənib. Lakin avtomobillərin parklanma yerində həmin qalıqlar qalıb. Adı çəkilən qurumun rəisi isə deyir ki, sürücü diqqətsizlik edib. Burada bizim heç bir günahımız yoxdur. Camaat bayram eləyir, tonqal qalayıb gecədən. Səhər tezdən də işə çıxırıq, işə çıxanda da öz vəzifəsini yerinə yetirib, yəni ki, süpürüb səkinlik. Tamam, onu söndürüb axı yoldan toplamaq lazımdır, çünki belə bir təmizlik. Yola topalayıb.
gedib su gətirib, su töküb söndürəndən sonra lapatka gətirsin, süpürgə ilə süpürür. Lapatka ilə ondan sonra bax indi necə görürsünüz təmizləyirik. Lapatka ilə atsın yeşiyə. Çünki yeşiyə elə vəziyyətdə atsa, yeşi alışa bilər. Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, hadisənin baş vermə səbəbləri araşdırılır. Minaya Zamanova, Ramil İbrahimov, Xəzər xəbər. Kiberdələduzlar vətəndaşların mobil telefonunu ələ keçirərək bütün məlumatları izləyə bilirlər. Mütəxəssislər bildirir ki, onlar bunu hazırladıkları casus proqramı vasitəsilə həyata keçirirlər. Vətəndaş ona gələn zəngi cavabladıqda və ya rədd etdikdə proqram işə düşür və vətəndaşın bütün şəxsi məlumatları həm uğurlanır, həm də telefonu izlənilir. Bəs bundan ümumiyyətlə qorunmaq üçün nə etmək lazımdır? Sujetdən biləcəksiniz. Tanımadığınız nömrədən gələn zəngi cavablandırsanız da, imtina etsəniz də, telefonunuz kiberdələduzlar tərəfindən ələ keçirilə bilər. İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Fərhad Mirəliyev deyir ki, kiberdələduzlar vətəndaşların şəxsi məlumatlarını ələ keçirmək üçün müxtəlif üsullar əl atırlar. Onlardan biri də mobil telefonun zəng və ya mesaj vasitəsilə ələ keçirilməsidir. İstifadəçiyə İlkin olaraq zəngin qəbul olunması və yaxud da zəngdən imtina olunma kimi görünür və yaxud da video şəkil açılması, baxılması kimi görünür. Amma arxa fonda həmin anda mobil cihazda müəyyən skriptlərin, alqoritmlərin işə düşməsi baş verir və proqram təminatının boşluğundan istifadə edərək həmin kiberdələduzlar artıq mobil telefonun və yaxud da kompüterin idarəçiliyini ələ keçirmiş olurlar. Fərhad Mirəliyev bildirib ki, kiberdələduzların bu üsulla asanlıqla hansısa mobil telefon və ya kompüter ələ keçirməsinə səbəb proqram təminatında olan boşluqlardır. Onlar bu boşluqlardan istifadə edərək öz casus proqramlarını yaradırlar. Messenger tipli proqramlardan istifadə edərək zənglərin daxil olması və həmin zənglərin qəbul olunması və yaxud da zənglərdən imtina olunması və bu əməliyyatların icrasından sonra zəngi qəbul edən və yaxud da imtina edən şəxsin mobil telefonuna casusluq proqramının daxil edilməsi və sonradan idarə etmənin ələ götürülməsi, bütün bunlar hamısı həmin o proqram tətbiqin özündə olan boşluqlardan qaynaqlanır. Mütəxəssis əlavə edib ki, mobil telefon dələduzlar tərəfindən ələ keçirildikdə həm proqram təminatında, həm də internetə daxil olma zamanı donmalar müşahidə olunur. Bu səbəbdən tanımadıqları nömrədən zəng gələrsə, sadəcə olaraq cavabsız qoysunlar. Bu kimi halların qarşısını almaq üçün proqram təminatına və ya tətbiqə gələn yeniləmələri gecikdirmədən təsdiq etmək mütləqdir. Kənan Qafar, Xəzər xəbər. Nəsimi rayonunda insanlar 15 gündür ki, içməli su sarıdan əziyyət çəkdiklərini deyirlər. Təsəvvür edin ki, bu müddət ərzində hələ də onların su problemi həll edilməyib. Əməkdaşlarımız Mirəli Qaşqay küçəsində yaşayan həmin ailələrlə həmsöhbət olublar. Problemimiz su problemidir. Sənə qurban, ayın 18-dən üzü bu yana biz su üzünə həsrətik. Ayın 18-i, 19-undan bəri biz su üzünə həsrətik. Qətiyyən su yoxdur. Əlimizlə 5 litrlik, 10 litrlik su gedib aşağıdan daşıyırıq gündəlik. Problemimiz su problemidir. Evdə xəstəmiz var. Bura Nəsimi rayonu Mirəli Qaşqay küçəsi 68 ünvanıdır. Bu yaşayış binasının sakinləri sözün həqiqi mənasında bir damcı suya həsrətdilər. Bildirirlər ki, su problemləri günlərdir davam edir. İndi qətiyyən nə 2-ci mərtəbəyə, nə 1-ci mərtəbəyə, nə heç yerə su getmir. Nə Badvaldan 3-cü mərtəbəyə qədər su yoxdur. Yataq xəstəsi, bunun yoldaşı xəstə, mən xəstə. Yuxarıda tələbələr var, bunun ailəsi var, uşaqlar cavan uşaqlar da çimmək istəyirlər. Su krantdan gəlmir ki, biz əlimizi yuvaq. Səhər dururuq, əlimizi, üzümüzü yuva bilmirik. Çimə bilmirik, günlərlə, həftələrlə. Heç bir vaxt su gəlmir, oradan vedralarla su daşıyırıq. Sakinlər məsələdən Aidiyyatı Qurumun, yəni iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatlı olduğunu bildirirlər. Amma nədənsə dərdlərinə çarə tapan yoxdur. Ana kimi, bir qadın kimi, bir nənə kimi, bir insan kimi, bir Azərbaycan vətəndaşı kimi xahiş edirəm bizə əncam çəksin. Biz qırılıb gedirik. Deyirik, gəlirlər, sağ olsunlar, baxırlar, gələcəklər. Kim gələcək, nətər gələcək bilmirik. Hamı xəstə adamdır, belə olmaz. Xahiş edirəm buna bir tədbir görsünlər.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Xəzər xəbərə bildirildi ki, qarın intensiv yağması su təchizatında bu və digər dərəcədə problemlər yaradıb. Müvafiq su kanal idarələri məhz həmin problemlərin aradan qaldırılması işlərini intensiv və fasiləsiz şəkildə həyata keçirirlər. Həmin ünvana su verilir. Əgər abonentlərin mənzillərinə gəlib çatmırsa, ola bilsin xəttə nəsə tutulma var. Qəza xidmətinin əməkdaşları vəziyyətlə yerində maraqlanmaq və araşdırmaq üçün əraziyə gedəcək, problemi aradan qaldıracaqlar. İslam Əşrəfov, Səbuhi Mustafayev, Şəbnəm Qurbansoy, Xəzər xəbər. Bakıda polis 2 rayon ərazisində əməliyyat keçirib. Əməliyyat zamanı 35 kiloqram müxtəlif növ narkotik maddə dövriyyədən çıxarılıb. Şübhəli kimi bir nəfər ələ keçirilib və istintaqa cəlb edilib. Narkotik alverçilərinə daha bir zərbə. Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib. Əməliyyatlar paytaxtın Binəqədi və Qaradağ rayonları ərazilərində baş tutub. Bir neçə gün davam edən tədbirlərin nəticəsi olaraq 29 yaşlı Ruslan Hüseynov şübhəli şəxs kimi müəyyən edilərək saxlanıb. Onun avtomobilindən 35 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Ruslan Hüseynov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Füzuli rayonu ərazisindəki əvvəlcədən təyin edilən yerdən götürdüyünü və maddi gəlir qarşılığında ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib. Nə vaxt götürmüşsünüz bunları? 3 gündən qabaq. Hardan götürmüşsünüz? Füzuli rayonu. Kimlərə eləmişsiniz? İranın vətəndaşına. Neyincə tutmuşlar? Buacıydım. Hara qoyacaqdınız? Və o deyən yerlərə. Marağınız nə idi? Pul. Faktla bağlı cinayət işi başlanıb. Ruslan Hüseynov barəsində həbs qəti imkan tədbiri seçilib. Ramal Abdullayev, Yusif Kərimli, Xəzər xəbər. Tovuzda çoban Kür çayının kənarında ölü tapılıb. Fermaların birində çoban işləyən rayonun Qaraxanlı kənd sakini 41 yaşlı Ramin Kərəmov Ceyran çöl ərazisində qonaq olub. Məlumata görə çərşənbə süfrəsinə qonaq olan çoban digər çobanlarla spirtli içki də qəbul edib. Daha sonra atına minərək öz fermalarına doğru irəliləmək istəyib. Bu zaman atdan yıxılıb və bildirilib ki, o evə aparılıb və halı pisləşib o anda. Onu xəstəxanaya çatdırmaq mümkün olmayıb. Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır. Telefonun bataryasını mən belə bunlar zaretka qoymağa gəlmişdi, işıq yanmır olurdu. Sizin fermiya? Aha, bizim fermiya. Orada da gəldi, da bayram günü da biz də oturub çörək yedik, də çağırdım, gəldi, bir qismət bizlə çörək yedi. Hər yerdə bir 3 rumka, 4 rumka belə araq içdik. Yəni çıxdıq, gedəndə gördüm ki, itürür. İtürəndə bataryayı yandıranda gördüm ki, atdan yıxılıbdı. Bunu maşına qoyduq, evlərinə apardıq. O da uzadan da qusdu. Göyçay rayonunda oğurluq hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə naməlum şəxslər gecə saatlarında üzlərini maska ilə kamuflyaj edərək rayon ərazisində yerləşən mağazaya daxil olurlar və oradakı pulu, spirtli içkiləri, tütün məmulatlarını, eləcə də digər əşyaları talayaraq ələ keçiriblər. Rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər də oğurluğa görə məhkum olunmuş 42 yaşlı Vüqar Mirzəyev və 45 yaşlı Tural Əzizov saxlanılıblar. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qəti imkan tədbiri seçilib. Cəlilabadda isə müxtəlif vaxtlarda 3 yaşayış evinin həyətindən ümumilikdə 20 baş qoyun oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən hər ikisi əvvəllər məhkum olunmuş 37 yaşlı Elmir Səmədov və 34 yaşlı Elgün Tağıyev müəyyən olunaraq saxlanılıblar. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qəti imkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir. Mingəçevirdə bağçada müəlliminin olmaması valideynləri narazı salıb. Valideynlər bu səbəbdən Xəzər xəbərə müraciət ediblər. Onların sözlərinə görə müəllim saat 1-də evə gedir. Bundan sonra isə 20 uşaq isə bir dayənin ümidinə qalır.
Mingəçevirdə bağçada müəllim çatışmır. Şəhərdə fəaliyyət göstərən 7 saylı uşaq bağçasında günorta saatlarından sonra körpələr dayənin ümidinə qalır. Müəllimsiz qalan bağçada övladları tərbiyə alan valideynlər məsələ ilə bağlı Xəzər xəbərin qaynar xəttinə müraciət ediblər. Valideynlər bildiriblər ki, yanvar ayından uşaqlar günorta saatlarından sonra müəllimsiz qalıb. Məsələ ilə bağlı aidiyyatı qurumlara da məlumat verilib. Hər dəfə yeni müəllim gələcək vədi verilib. İlk növbədə bir ay uşaqlarımıza rus dilində təhsil verdilər. Sonradan bizə müəllim çatışmamazlığını bildirərəkdən bizim rus dili bölməsinə Azərbaycan dili bölməsinə keçirməyə qərar verdilər. Və biz hamımız ərizə yazdıqdan sonra, şikayət etdikdən də sonra təzədən bizim yeni rus bölməsinə keçirdilər. Sonra bizə müəllimə tərcih etdikdən sonra yanvar ayının, ta ki 2025-in yanvar ayından sonra bizə müəllimənin olmadığını bildirdilər ki, müəllimə yoxdur. Ona görə də uşaqlarımız günün ikinci yarısından müəlliməsiz qalır. Niyanka köməkçisi, niyanka baxır uşaqlar. Başqa bir bağça da yoxdur ki, biz rus bölməsi üzrə uşağı götürüb başqa bağçaya qoyaq. Rus bölməsi bir dənə 7 saylı bağçadır deyə məcbur qalmışıq bura. Burada da ki, yəni rus bölməsi ikinci smen heç vaxt müəllim olmur. Yəni uşaqlar 3 yaşlı uşaqlardır. Bunları başlı başına qoyub getmək olmur. Valideynlər uşaqlarına etibar edəcək müəllimlərin gələcəyini səbirsizliklə gözləsələr də bu reallaşmır. Uşağa bir müəllimə bir niyanka olmalıdır. İndi elə bir müəllimə saat gedir, bir də 2-də evə, bir də niyanka qalır. Niyanka bunun suyunu versin, yeməyini versin, oxutsun, üzü istəyəm, ayaq yolunu aparsın, zəng eləsin, kimə nə desin? Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən Xəzər xəbərə bildirildi ki, məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi müəllimlərin işə qəbulu prosesi müsabiqə və müsahibə mərhələlərindən ibarət olmaqla həyata keçirilir. Mingəçevir şəhəri 7 nömrəli Günəş uşaq bağçasında işə qəbul prosesinin tələblərinə cavab verən, uyğun namizəd olmadığından rus bölməsi üzrə vakant yer tutulmayıb. Proses davam etdiyini nəzərə alaraq Regional Təhsil İdarəsi tərəfindən yaxın zamanda həmin vakant vəzifəyə uyğun əməkdaşın seçilməsi istiqamətində zəruri addımlar atılır. Rahim İbrahimoğlu, Ruzanna Kərimli, Xəzər xəbər. Unibank 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanımlarımızı xüsusi təbrik edir. Xanımlar bankdan cəmi 8%-dən başlayan kredit əldə edə biləcəklər. Unibankın xanımlarımıza xüsusi bayram hədiyyəsi var. 2 günlük kampaniya çərçivəsində bankdan illik cəmi 8%-dən başlayan kredit götürə biləcəklər. Unibank olaraq bütün Azərbaycan xanımlarını 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik. Bayram münasibəti ilə bütün xanımlar üçün çox aşağı faizlə sərfəli nağd kredit kampaniyası keçiririk. Martın 6-sı və 7-si tarixində Unibanka müraciət edən xanımlar 50 min manatadək nağd krediti 60 aydakı müddətə illik cəmi 8%-dən başlayaraq əldə edə bilərlər. Digər banklardakı kreditlərinizi Unibanka gətirməyin əsl vaxtıdır. Bununla həm kreditlərinizi bir ünvanda birləşdirəcəksiniz, həm də faiz aşağı olduğu üçün aylıq ödəniş məbləğiniz də daha aşağı olacaq. Unibankdan kredit götürməyin başqa üstünlükləri də var. Filiallarımıza gəlməyə vaxtınız yoxdursa, onlayn kanallarımız vasitəsilə, eləcə də 8117 qısa nömrəsinə kredit sözü yazaraq müraciət edə bilərsiniz. Onu da qeyd edək ki, zamin tələbimiz də yoxdur. Əziz xanımlar, Unibankın kampaniyasından faydalanmağa tələsin. Sonsuzluqdan əziyyət çəkənlərin nəzərinə. Baku Medical Plaza klinikasının Babək filialında ekstrakorporal müalicənin yeni qiyməti 1800 manat təşkil edir. Baku Medical Plaza'nın Babək filialında ekstrakorporal müalicə artıq yeni qiymətlə həyata keçirilir. Belə ki, müalicə 1800 manat təşkil edir. Müraciət edən hər kəsə yeni üsul və təcrübələrlə müalicələr aparılır. Kliniğimizde de yeni uygulamalar, yeni gelişmeler, suni intellekt, yeni avadanlıklar sayesinde bu başarıları rahatlıkla yakalayabiliyoruz ve ailelerimize ciddi anlamda destek oluyoruz. Geliştirdiğimiz, yapmaya çalıştığımız kampanyalarımızla bugün ciddi anlamda etkiye göre avantajlı koşulları sağlayabiliyoruz. Bütün diğer mualiceler gibi ekstrakorporal mualiceler de doğru zamanda ve yerde yapılırsa başarısı daha yüksek oluyor. Ana ata olmak isteyen çütlüklerin çok fazla zaman kaybetmeleri onların aleyhine işiyor. O yüzden en uygun zamanda bu işin uzmanlarına başvurmalarını öneriyoruz. Qeyd edək ki, ekstrakorporal müalicə üçün müraciət edənlərə həkimlə ilkin görüş və müayinə ödənişsizdir. Belə bugünlük xəbərlərimizdən bu qədər hörmətli tamaşaçılar. Yenidən görüşmək ümidi ilə gecəniz xeyrə qalsın.